Salam. Salam, mən biologiya müəllimi Məhsəti. Deməli, sizlərə bu gün həzm sisteminin ilk şöbəsi olan ağızda yerləşən dişlər haqqında danışacağam. Deməli, dişlər haqqında mühüm qeydlərimiz var. Buna dair bir neçə nümunə məsələdə göstərəcəm sizlərə. Başlayaq. Deməli, dişlər ağızda ümumiyyətlə qidaların mexaniki həzmində, onun fiziki dəyişikliyə uğradan hissəsidir. Deməli, dişlərin özü mövc diş tacından, diş boynundan və diş kökündən təşkil olunmuşdur. Dişin tacı, dişin boynu və dişin kökünün çox hissəsi sümüyə oxşar olan möhkəm dentin maddəsindən təşkil olunmuşdur. Dişin tac hissəsi diş ətindən görsənən hissəsidir. Üzəri möhkəm mina qatı ilə örtülmüşdür. Həmən mina qatı dişləri zərərli təsirlərdən və mikroblardan qoruyur. Dişin boynu diş əti birləşən hissəsidir. Dişin kökü diş yuvasında sement adlanan möhkəm maddə ilə örtülüdür. Dişlərin kökü dişlərin növündən asılı olaraq 1, 2 və s. kökləri ola bilər. Bir və ya bir neçə kökü ola bilər. Belə qiymətləndirək, bir və ya bir neçə kökü ola bilər. Deməli, dişlər insanda yeni doğulan körpənin ağzında dişlər əsasən olmur. İstisnaları çıxmaq şərti ilə yeni doğulan körpələrdə dişlər olmur. İlk çıxan dişlər 5-6 ayından sonra çıxmağa başlayır və bunlar süd dişləri adlanır. Süd dişlərindən 8 kəsici dişlər, 8 kiçik azı dişləri, 4 köpək dişləri. Cəmi 20 dənə süd dişimiz mövcuddur. Hər çənədə 4 kəsici, 2 köpək, 4 kəsici kiçik azı dişləri olur. Şəkildə də rənglərlə qeyd edilmişdir. Süd dişləri gördüyünüz kimi hər çənədə müxtəlif rənglə göstərilmişdir. Daha sonra, deməli 6 yaşından sonra insanlarda süd dişləri tökülür, yerini daimi dişlər almağa başlayır. Daimi dişlər, deməli 8 kəsici, 4 köpək, 8 kiçik azı və 8 ədəd böyük azı diş çıxmağa başlayır. 6 yaşından sonra uşaqlarda ağzında 28 ədəd diş sayılır. 16 yaşından sonra 4 ədəd böyük azı dişi çıxmağa başlayır. Deməli, dişlərimiz tez çürüyür və tökülən dişlərdir. Ümumiyyətlə, bu ağıl dişləri davamlı dişlər sayılmır. Yetkin insanın ağzında 32 ədəd diş yerləşir. İnsan ontogenezi müddətində ağzında dişlər 52 dənə diş çıxarmış olur. Ontogenezi müddətində diş çənə sümüklərində toplamda yuvalarda 52 ədəd diş çıxmış olur. Bunlardan 12 dənəsi ağızda bir dəfə çıxan dişlərdir. 12 dənəsi ağzımızda bir dəfə çıxan dişlərdir. Onlar da böyük azı dişləri sayılır. Deməli, dişlərin qonşuluğuna gəldikdə, burası mühümdür. Dişlərin qonşuluğuna gəldiyimiz zaman, deməli, köpək dişləri şəkildə də üst deməli, sırada qeyd edək. Deməli, şəkildə də gördüyümüz kimi, köpək dişləri öz növündən olan dişlərlə qonşuluğu yoxdur. Baxırıq. Mavi rəngdə göstərilib 2 ədəd. Nə sağında, nə də solunda, nə alt çənədə, nə üst çənədə öz növündən olan dişlərlə qonşuluğu yoxdur. Toplamda sayı 4 ədəddir. Sual düşsə ki, heç bir diş öz növündən olan dişlərlə qonşuluğu yoxdur. Cavab köpək dişləri. Növbəti, yalnız öz diş növündən olan dişlər. Yalnız öz diş növündən olan dişlərlə qonşuluğu olan dişlərimiz. Baxırıq, 4 ədəd kəsici dişlər. Hansılardır? Orta hissədə bilirik 8 ədəd kəsici dişimiz var. Hər çənədə 4-dür. Orta çənədə yerləşən 2 ədəd kəsici dişlər sağdan və soldan yalnız öz növündən olan dişlərlə qonşudurlar. Digər tərəfdəki kəsici dişlər isə öz növündən müxtəlif köpək dişi ilə qonşuluq var. Ona görə yalnız öz növündən qonşuluğu olan diş deyirsə, 4 ədəd kəsici dişi götürürük. 2 aşağıda, 2 yuxarıda. Növbəti 8 ədəd böyük azı dişi. 8 ədəd böyük azı dişlərinə baxırıq. Deməli, ən axırdakı və ondan əvvəlki 4 ədəd bunlar yalnız öz diş növü ilə qonşudurlar. Biri bir tərəfdən, biri isə ortadakı isə hər iki tərəfdən öz diş növü ilə qonşuluğu mövcuddur. Hər çənədə 4, toplamda 8. Deməli, yalnız öz diş növündən olan dişlərimizin sayı 12 ədəd imiş.
Hər iki tərəfdən öz diş növü ilə qonşu olan, hər iki tərəfdən öz diş növü ilə qonşu olan, yenə gəlirik kəsri dişlərimizə baxırıq. Hər iki tərəfdən 4 ədədi, iki tərəfdən öz növündən qonşuluq var. 4 altda, 4 üstdə. Toplamda 8 ədəd. 4 ədəd böyük azı dişləri hər iki tərəfdən hansılardır? Gördüyünüz kimi ortada yerləşən dişlərdir. İkisi altda, ikisi üst çənədə. Elədir 4. Toplamda 8 dənə dişimiz hər iki tərəfdən öz diş növü ilə qonşuluğu mövcuddur. Bir tərəfdən öz diş növü ilə qonşu olan dişlər, bir tərəfdən 4 dənə kəsri dişlər hansılardır? Gördüyünüz kimi, gördüyünüz kimi bu kəsici dişimiz bir tərəfdən köpək dişi ilə, bir tərəfdən öz növü ilə qonşuluğu var. 2 altda, 2 üstdə. Etdi 4. 8 dənə kiçik azı dişləri. Gördüyünüz kimi portağal rəngində göstərilib. 4 ədəd. Deməli, bir tərəfdən köpək dişi ilə, bir tərəfdən böyük azı dişi ilə qonşuluğu var. 4 aşağıda, 4 yuxarıda. Etdi 8 ədəd. 8 dənə böyük azı dişləri bir tərəfdən öz diş növü ilə qonşudur. Deməli, bir bu dişdir, bir də axırda yerləşən. Deməli, bir axırda yerləşən dişlərimiz, bir də burada yerləşən böyük azı dişlərimiz. Hər çənədə 4 ədəd elədir. 4'ü alt çənədə, 4'ü üst çənədə. 8 dənə də böyük azı dişi bir tərəfdən öz növü ilə qonşudur. Deməli, 4 kəsici, 8 kiçik azı, 8 böyük azı dişimiz 20 ədəd imiş, bir tərəfdən qonşuluq olar. Bunları əzbərləməyə ehtiyac yoxdur. Şəkillərlə özümüz primitiv formada şəkil çəkərək bu cürlə. Deməli, primitiv formada özümüz üçün dərhal test verildiyi zaman primitiv şəkildə bir alt çənəni qeyd edirik. Daha sonra alt çənəni qeyd etdiyimiz zaman dişlərin növü tapılandan sonra artıq məsələni həll edə bilərik. Yəni, bu cür bunları əzbərləməyə əslində ehtiyac yoxdur. Bir dəfə gözümüzün qabağında biz bu şəkli çəkib üstündən keçsək, hər şeyi həll edə bilərik. Belə, deməli, bir də bunu unutdum deməyi, dişin daxili hissəsində, daxili hissəsi bildiyimiz kimi yumuşaq hissəsidir dişin və bu dişin özəyi adlanır və ya da pulpa deyilir. Dişin özəyi, pulpası qan damarları və dişi sinirlərlə təchiz edir. Bu da dişin canlılığını qoruyur. Ağızda olanda dişlər ağrımağa başlayır. Ağrımağa başladığı anda buna karies deyilir. Deməli, qidada bildiyimiz kimi ağızda karbohidratların həzmi başlanılır və ümumiyyətlə dişlərdə kimyəvi həzm, mexaniki həzmdə, fiziki dəyişikliyə məruz qalır. Qidalar xırdalanmağa başlayır. Bu zaman mədəyə həzm olunmamış, qismən həzm olunmuş qida qalıqları düşməyə başlayır. Bu da karies adlanan xəstəlik hesab edir ki, bu da qidanın həzminin pozulmasına gətirib çıxarmış olur. Deməli, gəlin öyrəndiklərimiz bir məsələ üstündə tətbiq edək. Başlayaq. Deməli, yetkin sağlam insanın alt çənəsi verilibdir. Sadəcə alt çənə soruşulur bizdən. Deyir, bir dişlə qonşu olan dişlərimiz. Dərhal baxırıq, bir dişlə qonşu olan dişlərimiz hansı idi? Buranı təmizləyim. Aha, bir dişdən, deməli, sualda nə dedi? Bir dişlə qonşu olan dişlərin sayı. Bir dişlə qonşu olan dişlərin sayı hansıdır? Baxırıq, axırda yerləşən böyük azı dişlərimizə fikir verin. Sadəcə özündən sonra yerləşən öz növündən olan bir dişlə qonşuluğu var. Yəni, sadəcə bir dənədir. Toplamda alt çənəmizi soruşduğuna görə 2 dənə dişimiz bizim bir dişlə qonşuluq edir. Axırdakı dişlərimiz. Öz diş növü ilə qonşuluğu olmayan dişlər. Baxıram. Bütün dişlərimiz rənglərə fikir verirsinizsə, öz növündən dişlərlə qonşudur, amma mavi rəngdə göstərilən köpək dişlərimizin özünə oxşar diş növü yoxdur. Onların da alt çənədə sayı 2-dir. Deməli, cavabımız nəyi verir bizə? 4-dür. Növbəti məsələyə keçək. Cədvəldə deyir, insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilmişdir. Şərti olaraq X, Y, Z diş növləridir və bizdən doğru olanı soruşur. Baxaq. Deməli, normal ontogenez zamanı 16 yaşından sonra çıxır. Onda bizim X-imiz hansı diş növüymiş? Köpək dişi, başlayın, ağıl dişləriymiş. 16 yaşından sonra çıxan dişimiz hansıdır? Ağıl dişləridir. Bəli, 16 yaşından sonra çıxan dişlərimiz bizim ağıl dişləridir. Öz diş növü ilə qonşuluğu yoxdur.
qonşu deyil, amma xeyr, qonşuluğu var zaten mənfi qoyub, çünki özündən əvvəl dişlə qonşudur. Həm öz diş növü ilə, həm də daimi dişlə qonşuluğu var. Xeyr, bir tərəfdən qonşudur, o da daimi dişlə qonşuluğu var. Yəni bir tərəfi boşdur ağıl dişinin. Keçirik Y-ə. Y-də nə isə plus qoyubdur, baxaq. Öz diş növü ilə qonşuluğu yoxdur. Bizim öz diş növü ilə qonşu olmayan dişimiz hansı idi? Təbii ki, köpək dişlərimiz. Deməli, Y dişimizin adı nə oldu? Köpək dişləri. Aha, keçdim Z-ə. Baxıram Z-də nə deyil? 16 yaşından sonra çıxan diş deyil. Tamam, deməli 16 yaşından sonra çıxan diş deyilsə, bunun ağıl dişləri yoxdur. Böyük azı dişləri var. Sonra, deməli, böyük azı dişləri var imiş. Sonra öz diş növü ilə qonşuluğu yoxdur deyil, xeyr. Deməli, öz diş növü ilə qonşuluğu var bu dişlərin. Tamam, öz diş növü ilə qonşuluğu varsa, yerdə bizim də hansı dişlərimiz qalır? Böyük azı dişlərimiz, kiçik azı dişi və kəssi dişlərimiz olduğu deyilir. Baxaq, həm öz diş növü ilə, həm də daimi dişdə qonşu olsun. Deməli, baxın, daimi diş dediyinə görə bilirik ki, bizim süd dişlərimiz hansılar olubdur ilk başda? Kiçik azı dişləri, kəsici dişlər, köpək dişləri. Bunlar bizim süd dişlərimiz olub. Böyük azı dişlərinə biz daimi diş adlandıra bilərik ki, bu suala əsasən deyirəm. Daimi diş adlandıra bilərik, onlar bir dəfə çıxırlar. Və dəyişmirlər böyük azı dişlərimiz, kiçik azı dişlərimiz. Növbəti deməli, kiçik azı dişlərimiz. Kiçik azı dişlərimiz, deməli, bir də böyük azı dişlərimiz qalır əlimizdə. Deməli, deyir ki, bizə onda böyük azı dişləri və kiçik azı dişləri. Deməli, burada bizə deyir ki, həm öz diş növü ilə qonşu olsun, həm də daimi dişlərlə qonşu olsun. Gəlin şəklə baxaq. Deməli, bizim kəsici dişlərimiz, başlayın, kiçik azı dişlərimiz gördüyünüz kimi bir tərəfdən daimi dişlərlə, böyük azı dişləri ilə qonşudur. Bir tərəfdən isə öz diş növü ilə qonşuluğu mövcuddur. Deməli, bizim Z-imiz hansı olacaq? Kiçik azı dişlərimiz. Kiçik azı dişlərimiz olacaq. Tapdıq dişlərimizi, X-imiz ağıl dişləridir, Y-imiz köpək dişləridir, Z-imiz isə kiçik azı dişləridir. Deməli, variantlardan doğrunu tapmalıyıq. X-in yetkin insanda sayı 8 ədəddir. Xeyr, 4 ədəd ağıl dişimiz var bizim. Y-ə keçirəm. Deyir, Y-in kəsici və kiçik azı dişləri ilə qonşuluğu var. Baxırıq, Y-in kiçik köpək dişləridir, kiçik azı dişi ilə və gördüyünüz kimi köpək dişləri ilə qonşuluğu var. Bəli, deməli elə opsi variantlara baxacağıq. Düzgün cavabımız elə budur. Z-ə baxaq. Z-də yetkin insanda sayı 12 ədəddir. Z nə idi? Kiçik azı dişi idi. Z-in sayı 8 ədəddir. Normal ontogenezdə X-lə Z dişləri birlikdə 8 dəfə çıxır deyir. Normal ontogenezdə ağıl dişləri 1 dəfə çıxır. Z dişləri, kiçik azı dişləri 2 dəfə çıxmış olur. Toplamda 3 dəfə çıxmış olur. Yəni 8 dəfə çıxır, fikri səhvdir. X-lə Z dişləri bilavasitə qonşudurlar. X dişləri ağıl dişləridir. Y dişlərimiz isə köpək dişləridir. Necə qonşu ola bilərlər? Ona görə düzgün cavabımız bizim olacaq B variantı. Növbəti sualda şəkildə normal ontogenez prosesi keçirən bir şəxsin alt-üst çənəsi verilmişdir. Nəyi söyləyə bilərik? Baxaq. Deməli, sayaq dişləri. Nədir bu dişlər? 4 dənə kəsici dişlərdir. Sayırıq. Gördüyünüz kimi 4 dənə kəsici dişimiz var. Dairəyə aldıqlarım köpək dişlərimizdir. Yerdə qalanlar isə bizim kiçik azı dişlərimizdir. Deməli, onda bu adam körpə uşağı imiş. Deməli, bu dişlər nə dişləridir? Süd dişləridir. Gördüyümüz kimi böyük azı dişləri yoxdur bunun. Bu insanda daimi dişlər çıxmamışdır. Bu düzgündür, çıxmayıb çünki hələ. Bu insanda 2 diş növü ilə qonşu olan dişlər çıxmışdır. 2 diş növü ilə qonşu olan dişlər. Baxın, kəsici dişlərin özü, deməli, kiçik yazının özü, bir tərəfdən köpək dişlərin özü, bir tərəfdən kiçik yazı ilə qonşudur, bir tərəfdən kəsici dişlə qonşudur. 2 dənə diş növü ilə qonşu olan köpək dişləriymiş. Düzdürmü? Düzdür. Çıxıbdır bu da. Bu insanda ağıl dişləri çıxıb? Xeyr, çıxmayıbdır. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan dişlərdir. Bəli, süd dişləri 20 dənədir. Onlar hamısı töküləcək yerinə ikinci dəfə çıxan dişlərdir. Deməli, bu variantımız da düzdür.
Bu insanda olan kəsici dişlərin sayı 8-dir. Kiçik yazı dişlərin sayından çoxdur. Xeyr, onların da sayı 8-dir, bunların da sayı 8-dir. Bir-birinə bərabərdir kiçik yazı dişləri ilə kəsici dişlərimizin sayı. Bu insanda yalnız öz diş növləri ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Bu insanda yalnız öz diş növləri ilə qonşu olsun. Yalnız öz diş növü ilə qonşu olanlar kimlərdir? Ortada yerləşən kəsici dişlərimizdir. Hə, yalnız öz diş növü ilə qonşudur. İkisi yuxarıda, ikisi aşağıda. 4 ədəddir. Bəli. Ona görə düzgün cavabımız 1, 2, 4, 6. Bu qədər. Deməli, ümid edirəm izahım anlaşıqlı və ətraflı olar. Hər birinizə faydalı olar. Çox sağ olun. Deməli, əgər irədləriniz, təklifləriniz, fikirləriniz varsa, komment bölməsində qeyd edə bilərsiniz. Sağ olun.